Tütün məhsullarının üzərində aksis markasının olması mütləqdirmi? Artıq məcburi nişanlanma mexanizmi tətbiq edildiyindən tütün məhsullarının qutuları üzərində aksis markasının olmasına ehtiyac yoxdur. Bəs məcburi nişanlanma nədir? Burada malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədi ilə həmin mallara tətbiq olunan məcburi nişanlanma kodu və digər qoruyucu elementlər nəzərdə tutulur. Məcburi nişanlanma qara və ağ xanalardan ibarət olan iki ölçülü matriks ştrik koddur. Beləliklə, məcburi nişanlama həmin malların istehsalçıları tərəfindən hər bir malın aşağı künc və ya yan hissəsinə birbaşa çap üsulu ilə yerləşdirilir və ya məcburi nişanlamanın maldan ayrılmasına imkan verməyən başqa bir üsulla nişanlamanın bütövlüyünü və xüsusi cihazla oxunaqlılığını pozmadan tətbiq edilir.